İranla Amerika Birləşmiş Ştatları İsrail koalisiyası arasında müharibə uzandıqca, ağır zərbələrə və ciddi itkilərə məruz qalan Tehran bilavasitə hərbi müqavimət göstərməklə yanaşı özünü qorumaq üçün əlavə təsir və təzyiq rıçaqlarını da işə salmağa çalışır. Bunlardan birincisi Hörmüz boğazının bağlanması olmuşdu ki, hələlik özünün qlobal iqtisadi təsirləri baxımından İran hakimiyyətinin hədəflərinə uyğun nəticələr verməkdədir. Lakin Amerika Birləşmiş Ştatları və İsrail qüvvələrinin İran ərazisinə hücumlarının daha şiddətli xarakter aldığı son günlərdə rəsmi Tehran qarşı tərəfə və bütövlükdə beynəlxalq birliyə daha bir təzyiq alətini işə salmaq məsələsini gündəmə gətirib. Söhbət İranın nüvə silahının yayılmaması müqaviləsindən, İngilis abreviaturası ilə NPT-dən çıxması barədə müzakirələrdən gedir. Belə ki, 2 gün öncə Sepaha bağlı Tasnim İnformasiya Agentliyi bu məsələnin ciddi şəkildə İran siyasətinin gündəliyinə daxil olduğunu vurğulayaraq yazıb. İranın bir sıra müvafiq qurumları, o cümlədən parlament, ölkənin təcili şəkildə NPT-dən çıxmasını nəzərdən keçirir. Bildirildiyinə görə İranda tam əminlik hasil olub ki, NPT-də qalmaq üçün heç bir əsas yoxdur. Dünən isə İran parlamentinin məşhur deputatlarından biri, Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Borucerdi dövlət televiziyasına müsahibəsində İranın NPT-dən çıxmasının vaxtı çatıb deyərək əlavə edib. İranın NPT-də qalmasının artıq mənası yoxdur. Biz atom bombası yaratmaq niyyətində deyilik. Amma ola bilməz ki, həm oyun qaydalarına riayət edək, həm də bombardmana məruz qalaq. Məsələnin İran parlamentində müzakirəsinin detalları barədə qanunverici orqanda sərt xətt tərəfdarlarını təmsil edən digər bir deputat, Malik Şəriəti ölkə mediasına açıqlamasında məlumat verib. O, parlamentin müzakirəsinə İran xalqının nüvə hüququnun qorunması və NPT-dən çıxılması barədə təcili şəkildə baxılmalı olan qanun layihəsinin təqdim edildiyini bildirərək deyib. Beynəlxalq Atom Enerjisi Agentliyinin vəzifələrindən biri onun üzvü olan ölkələrin dinc nüvə fəaliyyətlərini dəstəkləməkdən ibarətdir. Yəni nüvə təsisatlarının, əldə olunan imkanların, nüvə alimlərinin qorunması agentliyin əsas vəzifələri sırasında yer alır. Amma indiyə qədər Beynəlxalq Atom Enerjisi Agentliyi İran qarşısında öhdəliklərinin heç birini yerinə yetirməyib və faktiki olaraq öz funksionallığını itirib. Deputat onu da əlavə edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə obyektlərinə nəzarət edən müfəttişləri əslində Amerika Birləşmiş Ştatları və İsrailin casusları kimi fəaliyyət göstərib. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının digər bir üzvü Məhəmməd Rıza Mohseni Sani də bildirib ki, İranın NPT-dən çıxması ilə bağlı qanun layihəsi ilk fürsətdə təsdiqlənəcək. Yayılan məlumatlara görə layihə 3 qat təcili prosedur əsasında müzakirəyə çıxarılıb. Yəni, onun parlamentdə müzakirəsi və nəzarət şurasında təsdiqlənməsi paralel şəkildə baş verəcək. Sonra da dərhal elan olunması üçün prezidentə təqdim ediləcək. Sözgedən layihə 3 maddədən ibarətdir. Birinci, nüvə silahlarının yayılmasını qadağan edən NPT-dən tam çıxmaq. İkinci, NPT-də ilə əlaqəli olan qanunların, o cümlədən 2015-ci il nüvə razılaşması ilə bağlı bütün hüquqi aktların ləğvi. Üçüncü, Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS çərçivəsində İranın tərəfdaşları ilə dinc məqsədli nüvə texnologiyalarının inkişafı üçün yeni beynəlxalq müqavilənin dəstəklənməsi. Əgər parlament bu qanun layihəsini qəbul edərsə, İran nüvə silahları ilə bağlı məhdudiyyətlərdən azad olacaq və hər hansı hərbi nüvə fəaliyyəti üçün hüquqi maneə qalmayacaq. Sərt xətt tərəfdarları hesab edir ki, əvvəlki müqavilələr İrana yalnız problemlər və hücumlar gətirib və indi yeni mərhələyə keçməyin vaxtıdır. Onların fikrincə, nüvə silahına sahib olmaq strateji çəkindirici vasitə ola bilər. İranın suverenliyini qoruyar, xarici təcavüzün qarşısını alar və ən əsası müharibənin tez bitməsini və Orta Şərqdə güc balansını təmin edə bilər. Bundan əlavə, bu, İrana həm dinc, həm də hərbi xarakterli qabaqcıl nüvə texnologiyalarını məhdudiyyətsiz inkişaf etdirməyə və Rusiya, Çin kimi müttəfiqlərlə BRICS və şərt çərçivəsində əməkdaşlığı genişləndirməyə imkan verər. Görünən odur ki, Məsud Pezeşkiyan hökuməti tərəfindən də bu qanun layihəsinə xüsusi etiraz yoxdur. Belə ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəğai dünən keçirdiyi mətbuat konfransında bu mövzuya toxunub və dolayısıyla deputatların təşəbbüsünə dəstəyini ifadə edib. Bəğai deyib, bizim ictimaiyyətimizin sualı budur ki, beynəlxalq səviyyədə güclü tərəflərin bizə həmin sənədin yaratdığı imkan və hüquqlardan istifadəyə icazə vermədiyi bir müqaviləyə üzv olmağın nə faydası var? İran rəsmisi onu da əlavə edib ki, Tehran heç zaman nüvə silahı yaratmaq niyyətində olmayıb və indi də belə niyyəti yoxdur. Bütün bu açıqlamalara hazırki rejimə müxalif olan məşhur İran jurnalisti və təhlilçisi Əmir Tahiri maraqlı münasibət sərgiləyərək yazıb. Xomeyniçi ünsürlər İranın 1968-ci ildən qurucu üzvü olduğu nüvə silahının yayılmaması müqaviləsindən çıxmağı təklif edirlər. Amma deyirlər ki, bu, bomba hazırlamaq üçün deyil. Əgər belədirsə, onda çıxmaq nəyə lazımdır? NPT-də olanda heç kim sizə inanmadı. O zaman müqavilədən çıxanda kimsə sizə inanacaqmı?
Əlbəttə, İran NPT-dən çıxarsa təkcə mövcud hakimiyyətə inamsızlıq artmayacaq, həm də ona beynəlxalq təzyiqləri də artacaq. Bu, eyni zamanda davam edən müharibədə Amerika Birləşmiş Ştatları İsrail koalisiyasına dəstəyin genişlənməsinə gətirib çıxaracaq. Amma Tehranın bu addımının ən təhlükəli nəticəsi Orta Şərqdə nüvə yarışına təkan vermək ola bilər. Ekspertlərin fikrincə, bu, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir kimi ölkələrin nüvə proqramlarını sürətləndirməsinə və nəticə etibarilə regionun daha qeyri-sabit olmasına şərait yaradar. Başqa sözlə, İran rejimi regiondakı destruktiv və pozucu rolunu başqa bir müstəvidə davam etdirir. Bunun əziyyətini isə sadə İran vətəndaşları çəkir.